olan testlərin bəzilərinin izahlarına baxaq. Birinci sualda deyilir: sayla bağlı verilən fikirlərdən biri yanlışdır. İsim eyni zamanda həm say, həm də sifətlə işlənərsə, əsasən say sifətdən sonra gəlir. Gəlin baxaq. Deyirəm ki, 2 dəcəl oğlan. Baxırıq ki, sifət say sifətdən sonra yox, əvvəl gəldi. Ona görə elə bir də cavabımız olacaqdır A variantı. Baxaq B variantına. Əsasən isimlə bağlı olur və isimin əvvəl işlənir. Bəli, say və sifət isimlə bağlı olur və isimdən əvvəl işlənirlər. Əşyanın sırasını və miqdarını bildirir. Bu da düzgün cavabdır. Saydan sonra gələn söz cəm şəkilçisi qəbul edə bilər. Bəli, biz demişik ki, bir sıra və bir çox saylarından sonra gələn isim mütləq cəmdə olmalıdır. Çox, çoxlu, yüzlərlə, minlərcə və yaxud sıra saylarından sonra gələn isimlər isə həm təkdə, həm də cəmdə ola bilərlər. E variantı neçə, nə qədər, neçənci suallarına cavab verir. Bu da doğru cavabdır. Deməli, cavabımız oldu bir də A variantı. Baxaq 2-yə. Hansı fikir yanlışdır? Saydan müxtəlif sözlər yarana bilər. Bəli, yarana bilər. Məsəl üçün, çox saydı, amma çoxluq isim yarandı, çoxal, fiil yarandı. Birinci A variantımız düzgündür, götürmürük. Baxaq B-yə. Birincilik, azlıq tipli saylar isimləşmişdir. Xeyr, artıq isimləşməyibdir. Çünki birincilik sözündə sözün kökü 1-dir və burada inci leksik şəkilcidir. Sıra say düzəldi. Və lik artıq artırılıbdır və isim düzənlibdir. Eyni ilə azlıq sözündə də lık burada leksik şəkilçi olduğu üçün isim düzəlibdir və ona görə cavabımız elə olacaqdır B variantı. Baxaq C-yə. Saylar isimləşmədən də xəbər ola bilir? Bəli. Məsələn, deyirəm ki, mənim kitablarım çoxdur. Nə qədərdir? Çoxdur. Və isimləşmədi, ancaq yenə də xəbərdir. Birinci, birlik, birgə sözlərinin kökü saydır. Bəli. Birinci sözün kökü 1, birlik sözünün kökü 1, birgə sözünün kökü isə yenə 1 saylarıdır. Eyni söz yerinə görə həm zərf, həm də say kimi işlənə bilər? Bəli. Məsəl üçün, çox, az. Çox kitab desəm, burada çox olur say, çox getdi, çox danışdı, hərəkətə bağlı olursa, olur artıq burada zərf. Eyni ilə az sözü, məsəl üçün deyirəm ki, az danışdı, burada hərəkətə aid olduğu üçün olur zərf, ancaq az dəftər burada artıq olacaqdır say. Deməli, cavabımız isə burada oldu B variantı. Və saylar isimləşərkən ismə aid qrammatik şəkilçi qəbul etməlidir və yaxud qrammatik şəkilçi qəbul etməsə belə ismin sualına cavab verməlidir. Baxaq 3-ə. Fikirlərdən hansı səhvdir? Bir az, bir qədər saylarından sonra gələn isimlər cəmdə olur. Xeyr, biz dedik ki, bayaqlarımı xatırlatmışım ki, mən bir sıra və bir çoxdan sonra gələn isimlər ancaq cəmdə olurlar. Çox, çoxlu, minlərlə, yüzlərlə, birinci, beşinci bu tipli saylardan sonra gələn isimlər isə həm tək, həm də cəm ola bilər. Deməli, elə 3-də cavabımız A variantı olacaq. Baxaq B variantına. Deyir ki, yüzlərlə, onlarla, yüzlərcə tipli saylardan sonra gələn isimlər cəmdə ola bilərlər. Bəli, ola bilərlər. Ümumiyyətcə, larcı şəkilçisi ilə yaranan saylardan sonra gələn isimlər həm təkdə, həm də cəmdə olurlar. Çoxlu sayından sonra gələn isim təkdə, həm də cəmdə ola bilər. Bəli, çox, çoxlu saylarından sonra gələn isimlər həm təkdə, həm də cəmdə olurlar. Bir az, xeyli saylarından sonra gələn isimlər təkdə olur. Bəli, təkdə olurlar. Bir qədər, bir neçə saylarından sonra gələn isimlər təkdə olurlar. Bəli, təkdə olurlar. Cəmdə, yəni hansı saylardan sonra gələn isimlər ancaq cəmdə olur? Bu olur bir sıra və bir çox. Çox, çoxlu, larla, larca, ıncı şəkilçiləri ilə düzələn saylardan sonra gələn isimlər isə həm təkdə, həm də cəmdə ola bilərlər.